Changan Unize'den sonra bizdən ən çox soruşulan modellərdən birini çəkirik. Changan Depal, artıq burada Depaldan söhbət gedir. S07 modelidir. Bu avtomobilin sürücüsü xanımdır. Biz heç vaxt xanım sürücü danışdırmamışıq və indi o özü danışacaq. Bu xanım bir il əvvəl bu avtomobili almaq istəyəndə bizə müraciət elədi. Mən də eyni dedim ki, vallahi indi bizə sizin fikriniz maraqlı olacaq. Siz bunu bir alın sürün, görə sonrası necə olur və xanım bu avtomobilə Mercedes-dən keçib. İndi gəlin onun fikrini eşidəcəyik və təbii ki, artıq onun bir illik təcrübəsi var. Məntiq və gözəllik. Burada məsələni belə qoyurlar. Yəni sən avtomobili ağılla seçirsən, yoxsa gözəlliyinə görə seçirsən. Bir xanım baxışı ilk dəfə masterclassda özündən eşidəcəyik. Buna Mercedes-dən keçmişsiniz. Nə sizi məcbur elədi ki, siz məhz bu modelisiniz? Məsələn, niyə onda məhz Depal? Bazarda bunu hətta Tesla-ya rəqib sayırlar. Yox, məncə ondan da üstün. Bundan sonra Mercedes-i türklər demişkən aramadım. 3 il mən bunların hamısını araşdırdım. İstər Tesla-nı, istər... Bir illik servis münasibəti sizi qane edir? Eləyir. Sizə necə başa gəldi, əgər sir deyilsin? Məntiqi seçimdir bu avtomobil, yoxsa gözəlliyi və funksionallığı seçəli? Məsələn, liyə baxdınız? Baxdım. Nəyini bəyənmədiniz liyin? Bununla müqayisə edin. Ətrafımdakı hamı maşınını dəyişdirdi, Çin maşını aldı. Amma bizdə görən kimi əş xanım da dünən başlayıb sürə bilmir. Bunların əlindən biz maşın sürə bilmirik. Yeganə mən narahat edən odur ki, bu maşın sürənlər bizim radionu dinləyə bilmirlər. Ay sağ ol, mən onu deyəcəkdim, mən bir ildir sizin səsinizə həsrətəm. Düzalə xanım, xoş gördük sizi. Xoş görüşdük. Avtomobiliniz xeyirli olsun. Təşəkkür edirəm. Və mən xatırlayıram, bir il əvvəl siz bu avtomobili alanda bizə müraciət elədiniz. Mən də dedim ki, biraz biz də bilmirik, vaxt lazımdır. Bəli. Təbii ki, onu da bilirəm ki, avtomobil, yəni siz buna Mercedes-dən keçmişsiniz. Ən vacib, mənim üçün ən vacib. Bu da özü də C-Class-dan, məndə də o avtomobildən olub və C-Class sürücüsü hər hansı bir Çin maşınına çox çətinliklə keçər. Nə sizi məcbur elədi ki, siz məhz bu modeli seçdiniz? Əslində məni heç nə məcbur eləmədi. Sadəcə zamanə ilə uyğunlaşmaq istədim. Biraz da bu daha ekonom olsun deyə. Həm də nə bilim, C-Class 99 min kilometr olmuşdu deyə mən də bir maşını 100 mindən o tərəfə sürmürəm. Amma o da var ki, C-Class daha dar, yəni içərisi daha darısqaldır, sedandır, bəli. Sonra keçmişsiniz. Bu faktorları bilirəm. SUV-yə keçdim. Bəli, bu faktorları bilirəm. Amma məsələn, niyə onda məhz Depal? Çünki o vaxtda da xüsusilə də bir neçə Çin maşınını soruşurdular ki, bu var, variantlar var idi. Bazarda bunu hətta Tesla-ya rəqib sayırlar. Bilmirəm, demək olarmı belə bir sürücü kimi sizcə? Məncə ondan da üstün. Yox, məncə ondan da üstündür. Hətta ondan da üstündür. Hə. Çünki mən bundan sonra Mercedes-i türklər demişkən aramadım. Maraqlıdır. Aramadım, yox. Bu çox yaxşıdır ən azından, sizin ilk bir illik təəssüratlar fonunda. Və mən 2 il yox, hətta 3 il mən bunların hamısını araşdırdım. İstər Tesla-nı, istər adlarını çəkməyəcəm cürbəcür bu Çin maşınlarını, hamısını araşdırdım və bunda qərarımı verdim. Məsələn, bizim həmişə qorxumuz var ki, ehtiyac hissələri bizdə o qədər tapılmaya bilər. Servis narazılığı, amma siz özünüz gətirdirmişsiniz deyəsən servisdən aldınız. Yox, servis. Servisdir. Bəli, servis. Bir illik servis münasibəti sizi qane edir? Eləyir. Yəni hər şey var. Bəli. Yəni hələ heç nə dəyişilməyib axı yağından başqa. Hətta çünki bəziləri deyir ki, məsələn, Allah uzaq eləsin, bir yüngül detaldır, nə bilim, krilo, bufer falan vurulub, gedirəm deyirlər gözdə 2 ay, 3 ay falan. Hə, Allah eləməsin, elə bir şey olmayıb. Yağ dəyişmədən başqa, 2 dəfə yağ dəyişmədən başqa heç nə olmayıb. Və dediniz ki, ən fullunu almışam və yəni fullun-fulludur hətta belə dediniz. Hə, onun üçün mən hətta belə deyim də 2 ay yarım gözlədim. Ki, məhz bu variant gəlsin. Nədir onun üstünlüyü, məsələn, sizin əsas nə idi istədiyiniz orada? Yəni, düzdür, başa düşürəm ki, bilmirəm. Bir də burada əlavə monitor, qapılar pilisos,
Hə, qapılar pilisos yeri gəlmişkən artıq onu Çin də Avropada ləğv edir. Çünki soyuqlarda, donmalarda. Hələ ki donmadı. Daha doğrusu pilisos yox, tutacağın içəri girməsi. Onu bilmirəm. Bilmirəm. Onu artıq ləğv eləyir, amma eləsinlər. Yəni o var. Amma məsələn bizim dostumuzda Avatar var. Mən eyni bunu oturan kimi məndə həmin Avatar, yəni o ab-hava yaratdı. Hissi yaratdı, Amma siz demək olar ki, bunlar da hamısı sizin xüsusi fikir verdiyiniz məqamlar idi hər ki, şey. buna qədər. Mən fərahlığı sevirəm də, belə qaranlıq zat belə fərahlığı sevirəm maşında. Amma funksiyalardan demək olar ki, baxmayaraq ki, nə qədər əlavə pul, yəqin ki, bir 10 min əlavə pul vermisiniz də. Çünki mən baxıram, yox. 35 minə də var, 45 minə də var. Onlar birinci level, ikinci orta, sonra ən üst. Dəyişir, bəli. Amma bugün mən indi elə-belə elanlara göz gəzdirdim. Baxın, bu hardasa 54 min zad olmalıdır, 54-55 min olan. Amma burada baxın, 40 min 500, yəni 35-45 min arası dəyişir. 50 mində olan yoxdur. Bəlkə də artıq qiymət düşüb. Var? Var da elə o görmüşdüm. Ən yuxarı olan 46 mindir. Görmüşdüm. Onu özəl... Hazırda yoxdur, ona görə yoxdur elanlar. Ola bilər ki... Çox yox. Bir ay bundan qabaq görmüşdüm. Sizə neçəyə başa gəldi, əgər sir deyilsə? Sir deyil, 52 minə. 52 minə. Ya əslində biraz indi qiymətlərin enməsi var. Deyirlər ki, qiymətlər artıq biraz düşüb, istər-istəməz rəqabət fonunda çox gətirdilər. Bu 52 min olan, bu yanvarın birində ki qalxdığı qiymətlər. Bu 52 min olan qalxdı oldu 55-56 minə. Amma o alıcılıq qabiliyyəti olmadığına görə artıq rəqabət fonunda təzədən görürsən ki, yenə ucuz verirlər ki, tək ki sataq da, çünki çox gətirirlər. Amma bunlar da özəl istəklə gətirirsən axı, qapı pilisos, nə bilim, burada əlavə monitor, onu əlavə ödənişdən, əlavə istəklə gətirirsən. Amma belə zavod elə standart buraxır. Tünzalə xanım, bilirəm ki, xanım sürücülərin avtomobildə çox belə funksiya, onu axtarım, tapım bunu, belə bir istəkləri olmur. Baxmayaraq ki, pul almışsınız. Yəni, siz bu monitorda əsas nədən istifadə edirsiniz bir xanım sürücü olaraq? CarPlay'dən, YouTube-dan, o da telefona qoşulur. Başqa heç nədən istifadə eləmirəm. Baxmayaraq ki, burada kifayət qədər funksiya var, bilirsiniz. Və hətta bunu ingiliscə gördüyümə görə, yəni bəziləri deyirlər master account falan, siz onsuz da bunu dealerdən almışsınız və burada artıq ingiliscədir. Bəli. Ən azından yəni bu eksport variantı sayıla bilər. Amma o pulun əlamətlərindən məsələn insanların, burada belə deyirlər də, o evlilikdə deyirlər ki, gözəlliyi seçirsən yoxsa ağılı seçirsən. Bu avtomobillərlə bağlı bu sualı verirlər ki, yəni məntiqi seçimdir bu avtomobil yoxsa gözəlliyi və funksionallığı sizi cəlb edir? Məntiqi. Məntiqi həm də. Məntiqi, amma tamam bundan da gözəl görünən maşınlar var, amma yox, məntiqən bunu seçdim. Məsələn, Liyə baxdınız? Baxdım. Nəyini bəyənmədiniz Liyinin bununla müqayisədə? Gördüm eyni şeylərdir. Sadəcə pul fərqi var, amma əslində eyni bir şeydir. Yəni bu Lidən daha ucuzdur, amma eyni şeydir. Hər şey eynidir. Hamısını araşdırdım. Hamısını. Düzdür, Liyinin o full variantları var, biraz daha böyük olanı var, 9 daha uzundur. O da sizə lazım deyil. Yox, elə 9 alanıydım, bunun S9'unu da alardım. Lidə də arxada var o kinoteatr effekti, arxa açılır falan. Amma burada məsələn istəyirəm bizi izləyənlər görsün. Mən məsələn bu TV variantında, bu mənə aiddir. Məni kinoteatra, yəni o effekti verir mənə və buradan da deyək ki, monitoru açıram. Bu monitor açılır. O bursunda bastığına görə. Hər ikisini. Yəni monitor açılır. Mən yenə də bunu... Bu mənim üçün, yəni belə gedə, yol gedə-gedə bir film izləmək istəyirəm. Mənə tam kinoteatr effektini verir. Yadınıza gəlsə biz Lidə də bunu çəkəndə arxada buna bənzər funksiya var idi. Hətta belə bir şey də demişdilər ki, siz izləyəndə buradan sizin qulağınıza ötürür oradakı səsi. Bəli, artıq belə deyək, kolonkası buradadır, bu var. Hətta o sizdə də olmalıdır. Məndə də var. Mən Avatarda onu görmüşəm. Hər hansı bir o, deyək ki, siz deyən kimi səsi bütün salona yayması ancaq buradan. Bəli. Yəni belə bunlar var. Bunları biz məsələn bunun siz deyən kimi Lidə də var, amma sizə lazım olan qədəri budur. Ona görə də bu sizi qane eləyir. Qane elədi, amma istifadə eləyirəmmi? Yox. İndi bəlkə də gələcəkdə eləyəcəksiniz. Gələcəkdə də evdən uşaqsa artıq kimsə və yaxud sonra sizdən bu avtomobili alanda bu onun üstünlüyü kimi olacaq. Üstünlüyü kimi olar, bəli.
Amma eyni zamanda o başqa alternativ variantların içində bugün məsələn bizim bazarda Çin maşınlarına bağlı tez-tez danışırlar. Biz hər dəfə bu çəkişləri eləyəndə mən ona görə burada mən istəyirəm siz danışasınız ki, biz bu çəkişləri eləyirik, sonra görürük şərhlərdə yazırlar ki, yox bu çox incədir. Nə bilim oyuncaqdır. Mən bu maşından onu eləmə, bunu eləmə, bunun azını oyna, cərəyana qoy. Yer gəlmişkən cərəyan falan məsələləri necə edirsiniz? Bu plug-in hibriddir. Zaten full elektriklə bu səhv eləmirəmsə 200 ili 215 kilometr full elektrik özü verir və zaten plug-in hibrid olduğuna görə gedə-gedə də özü yığır. Mən bunu ayda, yox, demək olar ki, ayda bir dəfə. Amma bəziləri, məsələn, biz bax keçən dəfə çəkiliş eləyəndə Bax, göstər bu dəqiqə. 362 yanacağı göstərir, bəli, 28 də range. Yəni, məsələn, bizim oxşar avtomobillə bağlı, yəni texniki olaraq oxşar avtomobillə bağlı, onu, məsələn, sürücünün səhvi sayırlar ki, bəzən ayda bir dəfə yox, biz buna heç olmasa həftə bir dəfə bu, yəni batareyanı doldurmalıyıq, boşalmalıdır. Yəni, məsələn, siz bunu düz eləmirsiniz bu avtomobil. 2 həftədən bir də olur. İndi vaxt tapdıqca da, çünki hər dəfə evin aşağısında var dolum mərkəzi. Hər dəfə gedirəm ki, doludur. Hər dəfə gedirəm doludur. Amma ən belə gec qoyduğum ayda bir olub. Ayda bir olur. Hə, olur 10 gündən bir, 2 həftədən bir. Amma bir ayı heç vaxt ötürmürəm. Düzdür, bunun mühərriki batareyaya qulluq eləyir. Litium fosfatdır, baxdım. Onlar yaxşı sayılır. Ümumiyyətlə, yaxşı digər Çin maşınlarla müqayisədə kifayət qədər yaxşı elementləri var. Bunu demək lazımdır. Onu mən də araşdırdım, elə eşitdim, elə qərar verdim. Artıq təkmilləşib. Yəni, məsələn, biz həmişə deyirik ki, Çin maşını birinci çıxan kimi almayın, gözləyin. O sonra yavaş-yavaş təkmilləşəcək. Ona görə mən hardasa 5 il gözlədim. Bəli, o səhvləri düzəldəcəklər. Çünki ölkəmizə səhv eləmirəmsə başladı gəlməyə 20 pandemiyadan sonra da elə həmin ərəfə idi başladı. Həmin ərəfədə bazarda yavaş-yavaş satışa başlayır, satışa. Amma son 3 ili çox aqressiv artıq artım gördük, hə. Bəli. Hər bir halda xeyirli olsun. Yəni mən head-up'ı varmı? Head-up display. Bəli, görürəm. Hər şeyi mən burada görürəm. Hə, bax bunu da məsələn, bax o full deyəndə bizim indi ağlımıza nə gəlirsə, mən o detalları çox soruşmuram. Çünki artıq full deyəndə Çin maşınlarında nə ola bilərsə, hər şey var. Bu o deməkdir. Hə, hər şey var. Hə, sadəcə indi Tünzalə xanım hamısından istifadə eləmir. Bu da təbiidir. Yenə də, yəni burada texniki olaraq ən çox istifadə elədiyim adaptiv cruise control. O da niyə? Özüm sürsəm mən çox radara düşəcəm. Amma mən bu maşını alandan sonra demək olar ki, mən radara düşməmişəm. Yeri gəlmişkən o da var ki, özü təmzimləyir. Mən məsəl üçün də bir highwayda yolda gedirsən, bəzən olur 90, bəzən olur 70. Onu gözdən qaçıra bilirəm. Amma adaptiv cruise control elədiyim üçün nişana görə sürəti endirir artıq. Özü eləyir. Həm də bir şey var, bu Çin avtomobillərinin sürət məsələsini çox hiss eləmirsən deyə. Sən elə bilirsən ki, 70-dən gelirsən, bir də baxırsan, görsən 110-dan gelirsən. Əslində, doğrudur. Amma Tünzalə xanım, mənfilərin içində o da var idi ki, bu güya trasda, highway dediniz, tras rejimində səsi hiss elətdirir. Yəni, mən bunda hiss eləmirəm. Yəni, C-klassla müqayisədə məsəl üçün, bax, C-klass sürmüsünüz. Yox, eləmirəm. Ona görə hamısını araşdırdım. Mən bütün salonlara gedirdim, deyirdim ki, baxın, mən C-klassdan sonra maşını dəyişirəm. Yəni, elə bir maşın olmalıdır ki, mən o təkərin səsini, maşının səsini sürətlə gedəndə mən onu hiss eləməyim maşının içində. Hə, bunu məsələn, ola bilər ki, o onun aşağı komplektasiya var, bilmirəm. Çünki izolyasiyada belə qiymətdə təsir edir. Hə, bu doludur. Hə, yəni bu da oradan da elə full kimi də görünür. Cərəyan məsələsini dedik. Başqa sizin bu avtomobillə bağlı heç bir qulluq vasitəniz yoxdur da. Neçə müddətdən biz gedirsiniz servisə məsələn? Baxın, hamısı 2 dənədir. İlk yağ dəyişmə 5000-də olmalıydı. İkincini elədim 10.000-dən sonra, yəni 15.000. İndi 2 yürüşünüz nə qədərdir ümumi? Dünən yox, sırağa gündən 15.000. 15.000 ətrafında. Burada 15.200 yazılır. Yazılır daha doğrusu. Tam şeyi burada göstərib. 15.400 olub. Hə, yəni bundan sonra 200 getmişsən. 15.200, bir ilə sürmürsünüz 15.200. Hə. Sürmürsünüz ki siz maşını. Hələ mən 5-6 dəfə rayona da iş ev. Hə, yəni doğrudan da bu sürmə sayılmaz. Əsas
Yəni bax burada həm də biz onu deyirik, sürücünün xarakteri var da. Hər sürücü üçün uyğun olmaya bilər. Məsələn, sizin indi buna imkanınız o baxımdan var ki, şarja qoya bilirsiniz. Hə, evin altında, binanın altında var. İş yeriniz buna imkan verir. Çox belə elə bir həyat tərziniz yoxdur ki, deyəsiniz ki, yox, mən nə bilim ova gedirəm, off-roader olsun. Hə, yəni o onun üçün əlbəttə ki. Bu yağışlar yağdı, su basmalar oldu, qorxutmadı sizi? Yox. Çünki onda da dedilər ki, hə, nə bilim ki, maşını batareya, suya girənlər birində belə problem oldu. Hə, bilmirəm, amma yəni mənim yaşadığım ərazi elə bir ərazidir ki, orada balota yaranmadı. Amma təbii ki, mən o balotanı görə də gedib girmərəm axı. Amma onu eləyənlər var idi, onu eləyib çəkənlər var. Yoxlamaq üçün, o elə... Ki, bax, görürsən, mən sudan da keçdim bununla. Hə, amma heç, yəni, Çin maşını olmasın, olsun Toyota Land Cruiser. O balotanı mən görə niyə gedim o maşını ora soxum axı? Hə də. Nəyə görə? Yəni, hətta maşın off-roader da olsa belə, onun linkləri, rezinləri falan, sən nəticədə yenə də bunu riskə atırsan. Ola bilər, həmin anda problem hiss eləmirsən, amma yenə də bunun riski var. Amma daha sonra onun problemi yaşanır, bəli. Həmin bu fullun içində Tünzalə xanım qeyd elədi, yəni həm açar, həm kart məsələsi, bunlar da indi sürücülər bilirlər. Yəni, bəzilərində ancaq birini verirlər səhv. Hə, birini. Ya kart olur, ya açar olur, siz hər ikisini götürmüsünüz. Yəni, tam olaraq... Elə üstündə hər ikisi gəldi, hər ikisini verdilər. Hə, yəni bugün hələ ki ən azı düşünürəm ki, siz 1-2 il bu avtomobili idarə edəcəksiniz, yəqin ki. Çünki görürəm ki, çox məmnunsunuz maşallah. Hə, çox. 2 il olmasa da 5 il. Yəni 15 min gedib və bu templə getsəz, hə də 5 ilə siz 100 minə 5 ilə. Bu əsl Avropalı həyat tərzidir. Çünki Avropalılar mən 5 ildən bir dəyişirəm maşını, 5 il. Əla funksiyadır. İçin salonu doğrudan da gözəldir, cəlb edicidir. Düzdür, bu hətta ən ucuz Çin maşınlarında da belə elementləri görə bilirsən, amma əlini toxunduran kimi başa düşürsən ki, material fərqi var. Material içi doludur, içi doludur. Bunu toxunduran kimi hiss edirsən. Hə, içi doludur. Ona görə doğrudan da səs qətiyyən hiss olunmur. Biz adətən həmişə texniki məlumatlar verməyə çalışırıq, usta ilə və s. Amma bu son bir neçə videolarda biz qərara gəldik ki, elə əvvəlcədən də niyyətimiz bu idi ki, bu avtomobilləri kimlər alıb sürübsə, onlar heç olmasa bir il təxminən idarə eləsinlər, sonra biz oturaq onlarla söhbət edəyik, sürücü rəyini alaq. Çünki siz bugün də məndən ekip soruşur ki, mən Depal alım, deyirəm ki, vallahi bilmirəm axı. Yəni mən səni tanımıram, sənin gözləntin nədir? Məsələn, burada bir sürücü obrazı var. Tünzalə xanım özü də əməli araşdırıb. Yəni mən onu da bilirəm ki, doğrudan da çox araşdırdım. Çox tərəddüd eləyirdi və niyə görə bunu seçib sualına onun cavabı var artıq. Və bir ildən sonra o yenə də məmnundur və hələ də bundan sonra inşallah 3 il, 4 il rahat idarə eləyəcək. Ona görə birinci sual budur. Yəni bunu almaq istəyən kimdir? Nədən buna keçirsiniz? Yəni hansı avtomobildən bu avtomobilə keçirsiniz? Düzdür, yəqin ki, hansısa pis təcrübə yaşayanlar da var və biz birinci onu qabardırıq, çıxardırıq ki, görürsən, bu da Çin maşını. Bəli. Yəqin ki, sizə də dost tanışlar içində hələ də deyənlər var da ki, niyə bunu aldın? Hə, var. Hələ də deyirlər. Amma o deyənlər də ətrafımdakı hamı maşınını dəyişdirdi, Çin maşını aldı. Ən birinci mən alanda mənə çox dedilər, Mercedes'dən sonra Çin maşını. Amma o deyənlər hardasa 4-5 aydır. Məni görəndən sonra, mənim maşınımı oturub sürəndən sonra hamı maşını dəyişib Çin maşını aldı. Doğrudan da, yəni o komfortu görürsən və biraz bir şey var da, ümumiyyətlə biz qəbul eləsəydi, eləməsəydi, avtomobil artıq keçir smartfon kimi tez-tez dəyişilən bir əşyaya çevrilir bizim üçün. Yəni əvvəl belə idi ki, biz alırdıq, deyirdik ki, 20 il mən bunu sürəcəm, oğlum da bunu sürəcək. İndi o yoxdur da, indi siz də bilirsiniz ki. O deyil, bəli. Amma biraz pul itirəcəyik, bu var. Yəni biz başa düşməliyik ki, bunu aldıq 5 ildən sonra. Yəqin ki, aldığınızın 50% qiymətini satacaqsınız. Təbii ki. Siz onu qəbul edirsiniz. Bəli, qəbul edirəm. Yəni tutaq ki, 50 min almışdım, 5 il sürmüşəm, indi 25-ə 30-a satıram. Yenə üstünü düzəldirəm, o vaxtda da 50 minə nə varsa aşağı yuxarı istiqamət edir. Amma bax o funksiyalar dediyimiz çox önəmlidir. Çünki bax Tünzalə xanımın qeyd elədiyi ki, o deməli distronik rejimidir, avtomobil özü nizamlayır, məsafəni saxlayır. Bəzən sürücülər də elə o da bizim üçün başqa problemdir. Çünki bizim bazar bu dəqiqə deyək ki 10% belə maşınlardırsa, yenə də 80-90% o özü idarə edənlər. Bəli.
Və siz əminəm ki, çünki bir neçə xanım sürücü tanıyıram, eyni məntiqlə yanaşırlar. Sizcə ekrana çıxır ki, siz çox yaxınsınız qarşıdakı avtomobilə, məsafəni gözləyin. Bəli, çıxır. Çıxır və hətta siz o rejimə qoyanda o özü onu saxlayır. Xəbərdarlıq eləyir, özü təmzimləyir. Və birdən nə olur? Bir avtomobil gəlir, girir sizin saxladığınız həmin o distansiyaya. Nə edirsiniz onda? O refleks olaraq təbii ki, yenə amma bəzi şeylər də var ki, bəzi nüanslar var ki, baş qatışıq olur, sən çatdıra bilmirsən, onu belə eləyib. Hə, yəni sizi o qəzalardan da qoruyur. Bəli, o var. onu belə eləyib. Məsəl üçün, bir dəfə elə Ağşəhərdən idi, dönürdüm, arxadan maşın, yəni yola çıxıram, dönüb bu yola çıxıram. Kör zonaya düşür. Kör zonaya. Arxadan maşın o qədər sürətlə gəlib ki, mən onu görmürəm. Bir də gördüm ki, mən döndərəm, bu döndərir bu yana. Mən döndərəm, bu yəni qolumu vurur. Bu məcbur sizi sağa qaytarır. Qolumu vurur. Və sizi o qəzadan qurtardı. Bəli. Bu var. Bu funksiyaları indi düzdür deyəcəklər ki, xanımdır da, təcrübəsizdir. Yəni belə olanda. Ay sağ ol. Yəqin ki, o bullyingi halbuki xanımın 23 illik təcrübəli 3-cü sürücülük vəsiqəsidir. Amma bizdə görən kimi əş xanım da dünən başlayıb sürə bilmir. Ay sağ ol. Bunların əlindən biz maşın sürə bilmirik. Bunları yəqin eşidirsiniz, radioda yazırlar. Biz də deyirik ki, biz də deyirik ki, valla yəni bu xanım kişi məsələsi deyil də. Hə. Təcrübəli olan da var və yaxud mən uşaqlıqdan sürürəm deyib gedib maşını aşırdanlar da. Özünə güvənib də ay sağ ol, daha pis sürənlər də var. Amma xanımlar hər halda ki, çox diqqətlidir, çox ehtiyatlıdır. Razıyam. Mən də daha çox xanımların daha çox qaydalara əməl etdiyini görürəm. Sadəcə qaydalara əməl etməyəndə sən sevmirsən əməl eləyəni. Bax, həmin məsələyə gəlirəm. Doğrudur. O gün bizə yazanda deyirəm ki, baxın, o adamın maşınına fikir verin. Kim ki deyir sizə ki, oynaya-oynaya gedir və yaxud nə bilim çox məsafə saxlayıb. Deyirəm ki, o özü, çünki məsafənin nə qədər olacağını bizdə bir çox bilmirlər. Doğru. Soruşanda deyirsən nə qədər məsafə, deyir nə bilim, biri fikirləşir ki, yəni saatda 90 sürətlə gedirəm, aeroport yolundayam. Amma yenə də elə məsafə saxlamışam ki, arxadakının ancaq nömrəsini görürəm. Və bunlar bunu məsafə kimi hesab edirlər. Amma ki, bu belə olmur da. Siz indi bununla gedəndə həmin sürətdə sizdə ən azı bir 3 maşınlıq məsafədə ekrana çıxır ki, məsafəni gözlə. Bəli. Ki, qabaqdakının başına bir şey gəlsə, sən dayandıra biləsən. Siz o işarəyə uyğunlaşıb məsafənizi gözləyirsiniz. O birisi də elə bilir ki, ara var, gəlir özünü soxur o sizlə digər maşının arasına. Deyəndə də deyir ki, o boyda məsafə saxlayırlar. Məsafə saxlayanlar, amma başa düşmür ki, artıq müasir maşınlar özü sənə deyir ki, bu məsafəni saxlamalısan. Bəli. İnşallah o həmin adam da müasir maşına keçər, bizi başa düşər. İnşallah. Bax, bugün bizim yolda hərəkət zamanı o yaşadığımız problemlərin görmədiyimiz tərəfi budur. Yəni, həmin sürücülərə demək istəyirəm ki, başa düşün ki, bu xanım və yaxud fərqi yoxdur, bu sürücü niyə o məsafəni saxlayır? Müasir maşınlar özü sənə deyir ki, o tələb eləyir. Və yaxud o rejimdə sən heç eləmirsən, o özü o məsafəni saxlayır. Hə. Avtopilot rejimində zaten onu özü də eləyir. Bəli. Bu bir həm xanım sürücünün rəyi, həm depal alım, almayım. Yəni, bu gündə məsəl üçün, mən sizə sual verdim ki, depal almaq istəyirəm, alım ya yox? Mən üstünə, o türklər demişkən, üstünə basa-basa deyərəm ki, bəli, alın. Bir illik təcrübənizə əsaslanıb bu avtomobillə? Bəli, heç peşman deyiləm, qəti peşman deyiləm. Yəni, tam elektromobil də deyil ki, çox razıyam, tam razıyam. Bəli, onu da araşdırdım ki, elektromobil mi alım, yoxsa plug-in hibrid mi? Plug-in hibriddə qərar verdim. Çünki olur da rayonlara, uzaq məsafəyə getmək istəyirsən, hər bir şeyi yəni sənin qane eləyir. Biz də elə onu deyirdik də, yəni mən birdən təcili bir işim çıxdı, fikirləşim ki, yox, mənim çatmayacaq, yolda 1 saat dayanacam, dolduracam. Bu problemləriniz yoxdur? Yox, 20 dəqiqəyə doldurur. 215 kilometri 20 dəqiqəyə doldurur. Bəli, üstəlik də o imkanı da var. Yəni, dediyim kimi, o baxımdan batareya biz texniki danışmadıq. O tərəfdən hər şey yaxşıdır. Yəni, xüsusi bir şeyə danışmağa ehtiyac yoxdur. İstənilən adicə avtomobilin satış elan yerinə girsəniz, görəcəksiniz ki, o məlumatlar orada var. Bir balaca da başa çıxan bilir ki, hə, bu batareya, bu deməli, yaxşıdır ya pisdir. Amma yəni bununla bağlı texniki problem hələ ki biz də şükür Allaha yaşamamışıq, bizə yazan yoxdur. Yazan yoxdur, hə. Yeganə mənə narahat edən odur ki, bu maşını sürənlər bizim radionu dinləyə bilmirlər. Aysan, mən onu deyəcəkdim, mən bir ildir sizin səsinizə həsrətəm. Baxın, bunu neyəyək? Bunu neyəyək? 5-8 arası, yəni mütləq də indi işə gedirəm, mütləq ki bir saat, yarım
mütləq ki, qulaq asırdım. Mən bir ildir sizin səsinizə həsrətəm, Raqib bəy. Onu siz mən düyündə. Onu yenicə bizim sayta tətbiq elədik də. Sayt üzərindən var, hə. Siz yenə də telefondan bizim sayta girsəniz, artıq o var. Masterclass azı girəndə canlı var orada. Amma bizim bundan əvvəlki günüzü Raş dedi ki, o bura bir balaca bir şey alıb qoyub. Radio modul var, onu quraşdırırsan, bəli. İndi onu biz öyrənib onu ayrıca paylaşarıq ki, sizin kimi sürücülər kim istəyirsə, hətta onu öyrənib oraya əlavə edərik. Kim istəyirsə, hardan ala bilərsən, fərqi yoxdur. Çünki mənə onun əhəmiyyəti yoxdur, hardan alacaq. Onu quraşdırırsan və salam və rahat dinləmək olur. Mən bir dənə burada... Çünki biz sizi itiririk, bu belə olmaz. Bir dənə radioya qulaq asa bilmirəm ki, mən də sevirəm radioya qulaq asım, verilişlər, xəbərlər, özəlliklə xəbərləri qaçırtmaq istəmirəm, amma bunda... Biz sizi geri qaytaracağıq inşallah. Qaytarın, bəli, lütfən. Çox sağ olun Tüzalə xanım, xeyirli olsun avtomobiliniz. Təşəkkür edirəm. Əsas odur ki, siz məmnunsunuz və əgər bir insan fərqi yoxdur, istənilən həyat tərzindən, istənilən seçdiyi avtomobildən, yaşadığı evdən, nə bilim, ailə qurduğu adamdan məmnundursa, ona qıraqdan bu buna yaraşmır demək, bu artıq heç kimin həddində deyil. Yəni o xoşbəxtdir, bəli xoşbəxtdir. Allah xoşbəxt eləsin, bu qədər. Təşəkkür edirəm, çox sağ olun. Mən təşəkkür edirəm. Növbəti çəkilişdə görüşərik. Sağ olun.